Salam, əziz və dəyərli izləyicilərim. Sual verirsiniz ki, Məryəm xanım, ağız iyi üçün nə etmək olar? Ümumiyyətcə, ağızdan çox pis qoxu, bu çox insanlar mənə müraciət eləyir. Və bilirsiniz ki, mən siz suallar verirsinizsə, mən cavab videosu çəkməyə bilmərəm. Çünki gözləyirsiniz, cavab gözləyirsiniz ki, Məryəm xanım sizə cavab yazacaq. Mənim əzizlərim, bunun bir çox səbəbləri var. Əgər səbəblərini bilmək istəsəniz, dişinizdən ola bilər. Diş xəstəliyi ilə əlaqəli ola bilər. Dişinizdə çürük ola bilər. Dişinizin arasında yemək qalıqları olmasından ola bilər. Və əvvəlcə bunu deyim ki, bu bir simptomdur ağzınızdan iyin gəlməsi. Və bu simptomu aradan qaldırmaq üçün altda yatan səbəbi bilmək lazımdır. Səbəbi bilməsəniz, heç bir simptomu aradan qaldırmaq olmaz. Bu ağızdan pis iyin gəlməsi də, çünki bəzən yazırsınız ki, Məryəm xanım, dişimi də yuyuram, ağzımı da tez-tez yaxalayıram, sarımsaq yemirəm, soğan yemirəm, amma yenə də ağzımdan pis qoxu gəlir, hədsiz dərəcədə. Hətta bəzən yazırsınız ki, dözülməz qoxular olur. İndi mən bunların ona görə sizə səbəblərini sayıram ki, bunları öyrənməsəniz sizin ağzınızın iyinin getməsi həmişəlik qeyri-mümkündür. Dərindən dişinizi yoxlatmalısınız ki, karies varmı, dişinizdə çürük varmı? Ola bilər dişinizin arasında yeməklər qalmış ola bilər, səbəbləri sayıram. Burun boğaz xəstəlikləri ola bilər, iltihabi xəstəliklər ola bilər. Boğazınızda, dilinizin arxasında ağ belə stomatitə oxşayan qalıqlar olur və orada çox vaxtı yeməklərinizin qalıqları qalır və ümumiyyətcə həmən o ağ qalıqlar özü də iyi verə bilir, özü də çox pis iyi gətirə bilər ağzınızdan və onu da deməli həkimə göstərməlisiniz ki, biləsiniz ki, boğazınızdandırmı? Faringit, laringit, bax bu xəstəliklərdə ağızdan iyi gəlməsi mümkündür. Sonra başqa səbəblərdən biri odur ki, mədə bağırsaq problemi ilə əlaqəli də ola bilər. Mədənizdə qastrit, ümumiyyətcə helikobakteriya deyirlər, o bakteriyadan ola bilər. Yəni mədənizi də yoxlatmalısınız bunu bilmək üçün. Bağırsağınızı yoxlatmalısınız, yara ola bilər bağırsağınızda. Yəni bağırsağınızda bağırsaq daşları belə əgər yığılıbsa, qəbz olan insanlarsınızsa, deməli bağırsağınızda bağırsaq daşları yığılıb və orqanizminiz toksinlərlə dolu olanda da ağzınızdan iyi gələ bilər və bağırsağınızda qurt olması səbəbindən də ağzınızdan iyi gələ bilər. Gördünüzmü nə qədər səbəbləri var və bu səbəbi siz bilməmiş, qonşunun ağzından iyi gəlirdi, filan şeylədi, keçdi, dayım qızı belə, xalam oğlu belə, vallah onunla keçməz. Çünki orqanizm fərqlidir. Misal üçün, xalanız oğlunda dişindən ola bilər, dişini düzəltdirər, iyi gedər, amma sizin boğazınızdan ola bilər və s. və ilaxıra saymaqla bitmir. Ona görə də ciddi şəkildə sağlamlığınıza riayət etməlisiniz. Yediyiniz yeməklərdən də bəli iyi gələ bilər və bəzi yeməklər də dediyim kimi dişinizin arasında qala bilər, o iyi verə bilər. Həzm prosesiniz yaxşı olmaya bilər. Çoxdur mənim əzizlərim, əgər səbəbi soruşursunuzsa. İndi isə gələk bunu aradan qaldırmağa. Birincisi dediyim kimi həkimlərə gedib dəqiq araşdırmalısınız, nədir səbəbi, o səbəbi müalicə etməlisiniz. Amma ev şəraitində desəniz ki, həkimə gedənə qədər Məryəm xanım, biz nə eləyək ki, ağzımızdan iyi gəlməsin, çox sizə elə bir şeylər deyəcəm ki, həqiqətən də birə-bir ağız qoxusuna təsir göstərəcək, götürüləcək. Birincisi, dişlərinizi təmiz-təmiz yuyursunuz. Diş sapları var. Diş saplarından istifadə edin, mənim əziz izləyicilərim. Apteklərdə satılır, dişiniz üçün sap deyəndə verirlər. Onunla yaxşı-yaxşı dişlərinizin arasını təmizləyirsiniz hər yemək yedikdən sonra. Dişinizi yuyursunuz. Dilinizin təmizliyi böyük bir səbəbdir iyi gəlməsi üçün. İndi şotkalar satılır. Yəqin ki, Azərbaycanda da satılar. Məsələn, bizim şotkalarımız o elə şotkalar. Şotkanın bir tərəfi diş yuyulması üçündür, bir tərəfi isə dilinizin təmizlənməsi üçündür. Mənim əzizlərim, demək, bir çox şeylər var. Bir də xroniki xəstəliklər də ola bilər. Hansısa dərmandan da ağzınızda quruluq gedə bilər. Demək, tüpürcək onun üçündür ki, bizim ağzımız nəm qalsın, ağzımızda iyi olmasın və bəzi dərmanlar da quruluq yaradır ağzınızda. Ona görə də tüpürcəyinizdən, ağzınızdan da iyi gələ bilər. Bunu da bilməlisiniz və bəzi xəstəliklər də, şəkərli diabet və s. xəstəliklər də ağız iyinə səbəb ola bilər. Dişinizi təmizləyirsiniz ev şəraitində sapla, diş şotkası ilə dilinizi təmizləyirsiniz və gələk əsas bir məsələyə. İnanın ki, evinizdə çox ucuz bir şeylə ağız qoxusundan azad ola bilərsiniz. Mən dediyim şeyləri araşdırırsınız
və dediyim kimi ağzınızdan iyi gələn şeyləri yemirsiniz. Ən gözəl vasitələr deyəcəm sizə. Həqiqətən də gəlib yazacaqsınız ki, Məryəm xanım bu videoma da. Çünki milyonlarla dualar yazılır. Buna da yazacaqsınız ki, Məryəm xanım halal olsun, doğrudan da nə gözəl imiş. Duzlu su, mənim əzizlərim, bir stəkana, bir xörək qaşığı duzu, 2 çay qaşığı duzu qarışdırırsınız, ağzınızı yemək yeyəndən sonra yaxşı-yaxşı yaxalayırsınız. Amma yaxşı-yaxşı, həm boğazınızı, həm ağzınızı. Deməli, bu zaman həqiqətən də bütün qribok, nə bilim, nə qalıbsa, yemək qalıqları hamısı çıxacaq. Ən gözəl, cəfəri çiğnirsiniz ağzınızda, cəfərini çiğnirsiniz, həmən iyi aparır, hətta sarımsaq yesəniz belə. Mixək həmən iyi aparır, mixək çiğnirsiniz, həm xeyirdir, bütün bakteriyaları öldürür, pis bakteriyaları, nə iyi varsa çəkir. Hər tərəfli xeyirdir mixək. Antiviruslu təsir göstərir, antiseptik kimi antibakteriyal təsir göstərir. Yəni saymaqla bitmir. Qara çay çiğniyə bilərsiniz. Sonra ən gözəl vasitələrdən biri də mən düzdür Valbresdən almışam, üzr istəyirəm. Sizdə Temu deyilən yerdən sifariş edə bilərsiniz. Baxın, belə nanəli sudur. Biri bir dəfəyədir, baha da deyil, çox ucuzdur, bir neçə olur paçka. Bizim evdən bu əksik olmur. Bu iyi üçün deyil əslində, amma iyə də kömək edir. Yəni ağzı, damağı təravətləndirir. O qədər gözəl olur və bir neçə saat da ağızdan bu nanəli iyi getmir. Çox gözəldir. Temudan yazsanız adı Kitay hərfləri ilə yazılıb, bilmirəm. Görsəniz ağız təravətləndirici yazın, bəlkə çıxa. Üstündə şəklini qoyacağım. Və ən gözəl bir şey deyim sizə, kofe, qəhvə dənəciyi. Kofenin dənəsini ağzınıza qoyursunuz, yaxşı-yaxşı çiğniyirsiniz, amma tüpürün, udmayın, çox xahiş edirəm. Bütün bunlara əməl etsəniz, sizin ağzınızdan iyi gəlməyəcək. Əsas odur ki, sağlam həyat tərzi sürün, bol-bol ilıq su için, qəbz olmayın ki, ağzınızdan iyi gəlməsin. Çünki qəbz olursunuzsa, bağırsaq daşları yığılır bağırsağınızda və bu da sizin böyük nəinki iyi gəlmək, bir çox xəstəliklərə gətirib çıxardır. Bir-birinə zəncirvari orqanlarımız bağlıdır. Ödünüz başlayır süzməməyə, ondan da iyi gələ bilər. Nə bilim, çox saymaqla bitmir. İndi sizə səbəbləri də saydım və nə ilə ağzınızdan iyi götürə bilərsiniz. Onu da dedim, əziz izləyicilərim. Bir də onu deyim ki, Məryəm xanımın qızıl qaydalarını bilmək istəyirsinizsə, bütün gözəllik sirlərimi bilmək istəyirsinizsə, saçınızın gözəlliyi olsun, üzünüzün gözəlliyi olsun, dırnaq göbələyindən hətta azad olmağın belə sirrini sizə öyrədəcəm və başqa nələr, xanımlar üçün qrupum ayrıdır, bəylər üçün qrupum ayrıdır. Əgər sizlər də istəyirsinizsə, Azərbaycanda bir mütəxəssis olaraq bir ili 20 manata olan qrup bir dənə məndədir. Yəni bircə dəfə 20 manatı ödəyirsiniz, bir il qrupumda qalırsınız. Və ən əsas məsələ odur ki, 80% bəzi dırnaq arası diyetologlar kimi mən sizə qəbz olursunuzsa, siyana çayıdır, aclıq otudur, dəvə gözüdür. Bunları sizə rəva bilməyəcəm. Çünki bizə bunu öyrədiblər ki, onlar sizin bağırsağınızın mikroflorasını dəhşət dərəcədə pozur, selikli qışasını zədələyir və yaxud köp olmuşam deyəndə mən 80% diyetologlar kimi dırnaq arası sizə deməyəcəm ki, pankreatin için, qara kömür için. Çünki pankreatini içirsiniz, sonra onu içməyəndə artıq mədə altı vəzi ferment vermir və tam sağlam həyat tərzi sürmək istəyirsinizsə, sizə apteka göndərməyəcəm və ən əsası sizə nə arıqlama çayı, nə arıqlama kofesi, nə arıqlama şokoladı satmayacağım. Mənim əzizlərim, acılıq olmayacaq, su diyeti olmayacaq. Çünki bir mütəxəssis olaraq yenə də deyirəm ki, bunlar dəhşət saçır, ona görə də mənim qrupumda qadağandır. Buyura bilərsiniz, nömrəmi isə videonun üstündə qoya bilməyəcəm mənim əzizlərim, çünki icazə yoxdur. Ona görə səsli şəkildə deyəcəm. Rusiyanın WhatsApp nömrəsidir. Əgər məsləhət bilirsinizsə ki, bilirəm bütün dünyaya artıq mənim səsim yayılıb, çünki insanlar real dərəcədə sağlıqlarına qovuşurlar, dərmansız, bahalı şeylər almadan, böyük qarından azad olurlar, acılıq zad etmədən, özlərinə zülm etmədən, xəstəliyə düşmədən, immun sistemi zəifləmədən. Mənim qrupumda bu bir mümkündür. Və nömrəmi deyirəm, gərək olduğu kimi yaddaşa salasınız, istər kənd, şəhər, xarici ölkə fərq etmir. Necə deyirəmsə, tələffüz edirəmsə, o cürə də yaddaşa salın, çox xahiş edirəm. Heç bir əlavələr etmədən yazırsınız. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.